Buraxılış imtahanına təxminən 100 gün zaman qaldı. Bəli, səni stresə, narahatlığa salan bir cümlədir, amma bunu demək. Uşaqlar, səhifəni izləyin ki, bu tip videolarımız daha çox gəlsin. Ayıltmaqdır ki, bala, yatma, yarılmışsınız. Ayəl, ne şiriniz? Başa düşürəm sizə, yəni yorulmuşsunuz, amma gəlin sizə bir səmimi əmi sözü deyim, əmi cümləsi deyim. Valla, sən yorulmuşsansa, sənin o yorğunluğundan 10 qat çox, bəlkə də hansınızınsa valideyni bu dəqiqə evə gedir. Tıxacda və yaxud uzaq yolda, soyuqda, istidə, hər necəsə. O da bəlkə bu dəqiqə müdüründən hansısa acı, xoşa gəlməz sözləri eşidib. Halbuki sənə görə olmasaydı, qayıdıb 2 kəlmədə artığın deyərdi və çıxıb gedərdi oradan. O sözü, o haqsızlığı həzm eləməzdi bəlkə də. Amma o düşünür ki, mənim uşağım gedəcək, qəbul olacaq, birdən də Allah qorusun, baxmayaraq sənə deyir ki, pulluya girsən oxutmayacam, amma bir yerdə ata ürəyi, ana ürəyi dözmür. Bir yerdə o ümidi saxlayıb ki, birdən pulluya girər, mən biraz daha çox çalışım, işimi itirməyim, uşağın necə təhsil haqqısını ödəyəcəm, yox, kredit götürəcəm, onun aylığını necə ödəyəcəm. Vallahi sizə görə kimlərdənsə, özlərindən şəxsiyyətsə, bəlkə də qat-qat, 100 qat aşağı olan insanlardan söz götürəsi olurlar ki, balam hazırlığa gedir, balam dərsdədir, bala da keyfindədir. Olarmı uşaqlar belə şey? Vallahi olmaz. Yəni, müəlliminizə qarşı edə bilərsiniz, özünüzə qarşı edə bilərsiniz, amma bunu valideynlərinizə qarşı eləmin, yazıqdılar. Yəni, sabah sən də valideyn olacaqsan, o zaman başa düşəcəksən. Elə bir çətinlik heç kimdə yoxdur. Müəllimin çətinliyi yoxdur. Müəllim istəməz ki, rahat, əla bilən, hər şey hazır uşaqla işləsin. Elə gəlsin, testi qoysun qabağına, səhvlərini izah getdi. Vəssalam, müəllim də bunu istəyər. Amma neyini? Müəllim səni götürür. Gec qavrayan, çətin öyrənə bilən, narahat, nadinc uşağı belə götürür. Niyə? Götürüb bəlkə də səni başından eləyə bilər. Səni başından eləyib daha yaxşı 2 şagird götürə bilər. Amma ürəyi dözmür. İstəyirsən bir yerə gedib çıxasan. Dekabr ayından sürət qruplarımız dərslərə başlayır. Dərslərə qoşulmaq üçün 055 597 01 51-ə yaza bilərsiniz. Və uşaqlar, bir şey qeyd edeyim ki, bu qruplarda sıfırdan başlayaraq 3 ayın içində tam proqramı keçib bitirəcəyik inşallah. Bazalı uşaqlar düşünürəm ki, burada nəticə əldə edə biləcəklər. Uşaqlar 100 gün, sadəcə 100 gün həyatını həll edəcək, həyatını dəyişdirəcək, o qəşəng, o tələbə biletini alacağın, rahatlığa çıxacağın o 100 gün, səni sadəcə 100 gün ayrı. Bu buraxış imtahanını qəşəng verəcəksən, ondan sonra artıq rahat bloka azlaşacaq. Blokda verdin, qutardı, getdi. Artıq sən universitet dərslərini oxuyacaqsan. Orada sənə uyğun olanı oxuyarsan, uyğun olmayanı bir şəkildə həll edərsən, çıxıb gedər. Amma ən çətinə budur. Universitetin heç kimi qovmurlar. Yəni 10 mindən 1 nəfər, 3 nəfər, 5 nəfər, o da gəlib sən olmayacaqsan ki. Və belə, amma universitetə qəbul elə deyil. Yəni 70 min yer olur, nə bilim 150 min uşaq olur, 130 min uşaq olur. Sən onlardan biri, yəni yarı bayarı bəlkə də 70% seçsən var. Olar mı, olmaz, bilmirsən. Ona görə uşaqlar, yəni, söhbət instituta girmək deyil, universitetə girmək deyil. Sən istədiyin yerə, keyfiyyətli yerə, sənə lazım olacaq yerə girməlisən. Bax, bu 100 gün sənin bundan sonraki 30 ilini, 50 ilini müəyyən edir. Sən gedəcəksən, məsələn, gedəcəksən, elə bir mənasız yerə gedəcəksən ki, məcburən oranı oxumalısan, 4 il, 5 il, ondan sonra nə magistriya, əsgəri, hər nəsə getdin, sonra deyirsən, mən bunu istəmirəm, bu mənə uyğun yer deyil və həyatım batdı, getdi. Ondan sonra başqa sahədə işləyəcəksən. Uşaqlar, hər bir halda təhsil sizə lazımdır. Sən maliyyəni bitir, get biznesmen ol, iş adamı ol. Sabah xırda bir şey, 5 işçinin maaşını hesablayanda, yəni şirkətin var və yaxud nə bilim 5 nəfəri bir obyektin var, yerin var, iş görürsən, restoran işlədirsən. Sonra mühasib gələcək səni xırda sudan səbəbdən, işçi, nə bilim, universitet təzə girmiş özünü belə deyil, səndən ağıllı göstərən bir
tələbə gələcək, səni aldatmaq istəyəcək, to ki, mühasib qoymusan, işçi qoymusan hesaba, səni aldıracaqlar 5 dəqiqənin içində. Sənin təhsilin olmalıdır. Şirkət rəhbərsən, çıxarıblar bir şirkətin qabağına, söhbət eləyəndə 2 cümləni düzəməli deyə bilməyəcəksən. Və yaxud lövhədə nəyisə izah eləyəndə, cümləni yazanda, sentyabr yazanda oraya i yazacaqsan, güləcəklər sənə. Ona görə hər şey zamanında gözəldir. Kitablardan qorxmayın, oxuyun, kitab oxuyun. Bax, az da olsun, gündə bir 20 dəqiqə, 10 dəqiqə də olsa zaman ayırıb, yəni indi yox, bundan sonraki vaxtları təbii ki, zaman ayırıb bir hekayə, bir kitab, nəsə oxuyun, bir şəkildə kitaba bağlanın. Tulla o zibili, bu telefonu tulla geçsin. Elə tulla yox, faydalı şeylər üçün işlədir. Mənə fiyan şey filan adam var idi, hər gün telefonla oynayıb 300-dən 256 yığan mən. Sən lom, sən mən nədir? Mən, bu yığı bu qədər. Qələt edib yığmısan. Söhbət ondandır ki, sən ola bilər sənin yaxşı qavraman olub, sənin yaxşı müəllimlərin olub. Ay, ağıllı, sən niyə cəmaatın balasını yoldan çıxarıb deyirsən ki, mən oxumuya, telefonla oynayır, hər gün oxuyub, hazırlığa getməyib, filan eləyib, 300-dən 256 yığmış. O səni alladır, yalanlaşır, kül eləyir. Nə bilim, belə, sən onlara inanma, uşaq, sən özünə bax, öz potensialına bax. O milyonda bir olan bir şeydir, milyonda bir. Bir də görsən, nə bilim, Ronaldo kimi adam gedir, penalı vura bilmir. Yaxşı, inanarsan olmasın elə bir şey. Mümkün deyil, kimsə inanmaz ona. Düzdür, milyonda bir olan şeylər baş verir, 100-də bir, 1000-də bir. 1000-də bir, 100-də birə görə baxıb, həyatını müəyyən edən insanda ağıl ola bilər, belə bir düşüncə ola bilər. Yox, siz ona görə o cür insanlara baxmayın, hər gün motivasiya videoları izləyin, hər gün disiplinli olun, hər səhər duran kimi, kişi kimi yumruğunu vursan, stola deyirsən ki, mən bunu eləyəcəm, vəssalam, mən kişi kimi, kişi qızı kimi, mən bunu bacaracam, Allahın izinlə, bismillah deyirsən, gedirsən o işin arxasınca. Vəssalam, qutardı, getdi, cavan oğlansan, cavan qızsan, sən gələcəyin həkim olacaqsan, müəllim olacaqsan, memar olacaqsan, sən gələcəyin nazir olacaqsan, deputat olacaqsan, yüksək vəzifəli bir şəxs olacaqsan, gələcəkdə minlərlə insan sənin tabeliyində olacaq, sən bugündən şəxsiyyət kimi formalaşmalısan. Bax, o gücü özündə hiss elə. Mənim böyük arzularım var, mən atamı, anamı, dədəmi bu bataqlıqdan çıxaracam, mən bu çətinliklərdən çıxaracam, mən bunu öz zəhmətimlə inşallah ki, edəcəm. Bunun üçün birinci növbədə, birinci iş buraxışdan bal toplamaqdır. İmtahanları uğurla verməkdir. Ondan sonra artıq özünü inkişaf elətdirərsən, yaxşı dil öyrənərsən, yaxşı kurslara cəlb olunarsan, seminarlara gedərsən, biznes bazarlarını artırarsan, marketinq öyrənərsən, bir şəkildə öz sahəni yaxşı inkişaf elətdirib, yaxşı bir mütəxəssis olarsan. Vallahi, tam səmimiyyətlə deyim, bir əminliklə, bir böyük qardaş kimi, əmin kimi deyim ki, yaxşı mütəxəssisə, işini yaxşı bilən, bacarıq adama hər yanda iş var. Burada olmayacaq, xarici işləyəcəksən. Belə bacarmayacaqsan, onlayn iş görəcəksən, onlayn xaricilərini işləyəcəksən. İnanın ki, bacarığı, potensial olan adam yerdə, çamurda, palçıqda qalmayacaq. O bir şəkildə özünü yer tapacaq. Yəni, Yusifi quyunun dibindən çıxarıb, Misirin böyüyü edən Allah sənin üçün də bir plan mütləq hazırlamışdır. Ona görə sən də bu planın bir parçası olmaqdan özünü geri qoyma. O qismətin daxiləcən getmək üçün qismətin olmağına mane olma barı. Yəni sən də çalış. Allah sənə bir şey nəsib edəcəksə, hər kəsin bir hekayəsi var, hər kəsin bir planı var. Sən də ağılla o plana uyğun çalış, hərəkət elə. Nə bilim, alın yaz uşaqlar, alın yaz deyə özünü allatma. Sən dur, hərəkət elə, çalış, get balını topla. Bu qədər. Alın yazını da budur. Bu qədər uşaqlar, hər birinizə uğurlar arzulayıram. Səhifəni izləməyə yaddan çıxarın. Hələlik, sağ olun.